Herkese salam, kanalımıza hoş geldiniz. Ümid edirəm hər şey yaxşıdır, hər şey yolundadır. Biz tərəfdə də çox şükür yaxşılıqdır. Hazırlaşmışıq, geyinib gecindik, qonaq yerinə gedirik. İstədim ki, getdiyimiz yerdə də birlikdə olaq. Sizləri də götürüm. Uşaqlar da hazırlaşıb, mən də hazıram. Bir qalıb ki, bizim bəy hazırlaşmağı, o da çıxandan sonra gedəcək. Gedəndə görərsiniz, hara getdik, hardayıq. Oradan da görüntülər sizlər üçün çəkməyə çalışacağım, paylaşacağım. İnşallah bu video bir video alınar. Erkan dur bakalım, geyin üstüne başına. Dur bakalım, dur getdik. Dərslərini etdilər, körpələri. Etdin mi dərsini? Mən deyir, yoruluram deyir, bu qədər deyir, dərsim olar deyir. Elə bilir, hər kəs hasanlıqla oxuyur. Biraz şirinyat aldım. Gedim indi. Gəldik. Bacımgilə gəlmişik. Aynurəgildəyik. Dedim, gedim gənə yoxluyum. Sağ olsun bacım yenə. Gəldi, ziyad elədi. Mən o videoda Aynurə qeyd eləmişdim ki, Aynurə mənim doğmacı eltim döyüdək. Biz doğma döyülükdən indi bir... Yox, elti düşürük. Düşürük. Amma ki, bacıdan artıq. Hə. Bugünkü günümüzə çox şükür. Bir uzaqdan göstərim səni. Sağ olun. Yəni, gözəl təbriklər yazdınız. Mən də sağ ol dedim, yazdım. Bilməm, oxudunuz ya, oxumadınız. Sevilənləri bir on deyirəm, Allah sevindirsin. Hər kəsi, hər kim ki sevinir, kiminsə xeyir işinə, xoş günlə sevinənləri Allah sevindirsin. Amin. Sağınızda nəyizin başına inşallah nəyizin yerine də yığışarıq bir gün. Olmayanlarında. Olmayanlara qismət, inşallah. Hə, qızlar. Hamını sevindirsin, evəciklə. Amin, baca amin. Boş otururdum xanımlar evdə. Dedim, belə oturmaqdansa biraz da yaxınlaşıb. Ha, bacım biraz da yaxınlaşıb bizə. Elə uzaqda da qalmır. Hə, dedim, gedim yoxlayım, görüm nə edir, nə etmir. İşdən gəlir, gəlmir. Hələ mən boşam, evdəyəm. Evdə xanım olmuşam. Evet, onlar bir gün işləyərsən də. Yox, mən də elə daha elə davamlı olaraq olan iş istəmirəm. Yəni istəmirəm də biraz da özümə vaxt ayırım da indi. Biraz dincəlim. İş də yaxşı, pul da yaxşı, can hamısından yaxşıdır. Can hamısından yaxşıdır, bəli. Can. Zəngirədir də. Evin eşiyini çəkmişdim o gün. Daha çəkməyim, nə çəkəsiyəm. İnşallah. Hələ tam yerləşməmişəm. Hələ yerləşməyibdir. Həm işləyirəm, yəni işdən gəlib yerləşmək çətindir. Biraz maddi, biraz mənəvi sərarına. Əlbəttə ki. Çəkirik. Aynurə də çox çətinlik çəkdi ev almaq məsələsində. Hər kəsin, heç kəs bilməyən ürəyində bir sırrı olur, bir istəyi olur. İndi biz üz-üzə, göz-gözə oluruq, danışırıq, bir-birimizlə paylaşırıq. Aynurənin içindəyi olanı mən bilirəm, mənim içimdəyini olanı Aynurə bilir. Amma bu YouTube'da hər şeyi biz paylaşa bilmirik ki. Neyse. Mən doğma istedim də. Gəlirlər mi? Belə bacılar. Belə indi arada tez-tez bizi belə görərsiniz. Aynurə bizə gələcək. Mən Aynurə gilə gələcəm. Günay gələcək. Ən birinci ev alan Günay olubdu. O çerekdən də. Ən birinci Günay oldu. Günayın evini sizə tam çəkib göstərməmişdim belə ətraflı. Amma orada çox günlərimiz olub. Aynurə deyib gülüb oynamışıq. Nə qədər günlərimiz olub. Xoş günümüz də olubdu, kədərləndiyimiz günlər də olubdu. Hər şeyimiz də olub orada. Ən birinci Günayın evinə sevinmişik. Oraya yığılmışıq. Ondan ikinci sən oldun. İnşallah bu yaxından sizə yığılar. İnşallah Allah qismət etsin. Amin. Amin yazın qız. Amin. Amin olmayanlara qismət olsun. Amin yazın. O gün Günay nə deyir? Sevinənlərə deyir, Allah sevindirsin. Sevinməyənlərə deyir, onlara... Sevinənlərə Allah qismət eləsin. Sevinməyənlərə eləməsin.
Hə, konkret deyir, hə, sevinməyənlərə nə qismət olsun deyir. Hə, düz deyir də, bir yəni belə də deyin ki. Yəni başqasının xoş hə. işini sevinəsən ki, Allah sana da versin də. Hə, düz deyir. Deyirəm də Balakən qızı. Dümdüz deyir. Nə, Balakən qızı. Bu arada Aynurə də Azərbaycanlıdır, Balakən qızıdır. Mənim podruqalarımın hamısı Balakənlidir. Mənə o qədər bilmirlər. Azərbaycanlı olduğum bəs qabal dilinə çox oxşuyur mənim. Ləhcəm mi? Günay da elədi də ana. Günay da elədi, ay. Yəni biz Azərbaycanlı qızları gəlin etmişik öz tərəfimizə. Elə deyir, günləri elibsiniz də. Nə olub anam? Gül kimi oğlan vermişik sənə. Ya, çox şükür. Əlbəttə ki. Qərib ölkədəyik, bir-birimizə bağlamışıq, neçə ildir. Mən elə buraya gələndən bir-birimizi tanımışıq. Yəni kənddəykən tanıyırdıq. Qonşuyduk. Həm qonşu. Mən qız idim, Aynurə, mən qız idim evdə hələ. Mən qismətə tanımırdım. Yəni tanıyırdım, o buradaydı da. Yaxın kənd olmaqla o qədər. Onu mu bilirdim mən qismətin ailə qılarsan. Böyüklərimiz də bağışlasın. Könül nəsini yoldaşsan deyə gəlirdim yadından sizə. Könül əmmin nəvəsidir. Bir həm sinif yoldaşdı, həm də əminin nəvəsi. Sinif yoldaşı deyilsən mi? Könül məndən kiçikdir. Əmmin nəvəsi. Bir, hə. Kim idi Könüllə sinif yoldaşı olan bə? Günay. Günay Könüllə oxuyubdu. Hə, sizə gəlirdim, hələ qız idim. Balakənli gəlin gəlib deyirlər. Yəni yaxındıqda bir məhəllədə idik. Allah da bizi hərrədi, fırradı. Körpü məsələsi də olsa. Qismətə kekotu çay dəmləmişik. Gəlsin içsin. Gəlsin, hə. Kekotunu çox adam bilmir. Kekotu Gürcistanlılar bilirdi, Azərbaycanlılar bilirdi. Bizimkilər də çox dəmlidir. Aynurə, o qanı amma aşağı salır, davleyini mi? Davleyini aşağı salır. Mən də gətirdim onda. Qanı yox, ha, mən onu içsəm təmiz kəlf olaram. Davleyini yaxşı olan adama o qədər yaxşı deyil. Buradan işıq gəlir deyə. Bizim cücələr haradadır görmə, odur bax, arxayın. Bizim cücələr rahat oturub dururlar. Televizor yandırmırlar. Telefon uşaqlara irəli. Belə xanımlar, özümü çəkdim, bacım o tərəfdə qaldı. İş görəndə çəkərəm onu. İş görəndə çəkərəm. İnan qızlar, baxacılar, işdən gəlmişəm, başım sağ. Hə, deyir mən çəkməyin. İstərəm düzü, işləyən adam özünüz yaxşı bilirsiniz. Amma heç vaxt çəkilişi atqaz eləməyib mənim bacıma. Bəziləri kimi deməyib ki, yox, qadanam çəkibdir, nə eləməyin. Nəyimiz var ortadayıq. Yaxşıdan yaxşı, pisdə pis. Nəyimiz var ortadayıq. Videomuzun davamı növbəti günə qaldı. Dünən çəkilişimi davam etdirə bilmədim. Oturduq, dedik, güldük, nə bilim, irəldən, geridən qap gələcək. Gəldi evə. Evə də gələndə yenə çəkə bilmədim, işlər çıxdı. Nəsə də heç halım olmadı, üstünüzə sağlıq olsun. Bugün də biraz gec durmuşam, tənbəl olmuşam. Uşaqları məktəbə yola salandan sonra biraz uzandım. Ondan sonra durub, xırda para işimi gördüm. İndi də ki, mağazindən gəlirəm. Biraz pomidor, çörək, yumurta zad aldım. Uşaqlar yumurta pomidor istəyir etmək. Yəni yemək istəyirlər, edən mənəm, yeyənlər olardı. Belə, gedək görək, nə iş görürük, nə ilə məşğul oluruq. Nədənsə bugün heç halım yoxdur, amma videom yarımçıq qalmışdı deyə dedim. Qalmasın, çəkim sizlər üçün. Sizlərlə bölüşüm nə edirik gün ərzində.
Yeməkdəyimizi yedik. Yüngül vari. Bayaq demişdim, uşaqlar yumurta pomidor istəyir. Amma bizim ailədə yumurtanı bir tək Ali yemir. O da mənə demişdim, amma pomidorun içinə yumurtanın yarısını dök. Yəni bax belə yarısını yumurta dök, yarısı qalsın. Mən yumurtasız olan yerini yeyərəm. Sağ olsun, mamasının başından uçdu, getdi, hər yeri yumurtaladı. Uşaq yazıq, çörəyinə batırdı. Oradan, buradan, qaşı qabağı yerindən getdi. Nə qədər yerindən getsə də, amma yumurta dəyməyən yerləri də var idi. O tərəfdən yedilər. Heç yumurta yedirdə bilmirəm. Mən uşağı körpəlikdən yedirdə bilmirəm. Nə qədər çalışdım. Soğutma yumurtadır. Belə bu cürdür. Yumurtanı yedirdə bilmirəm. Amma lazımdır yemək. Bəlkə qırğın dava ilə yumurtanın sarısını soğutmada verəm. O da zulümlə yeyir. Heç ürəyi istəməyə yeyir. Mən də sonra deyirəm ki, elə yeməkdənsə heç yeməsə yaxşıdır. Belə qızlar, məni kimi belə tavada bişirib ortaya qoyan varmı süfrəsində? Mən belə rahat oluram. Belə bu cür bişirirəm, ortaya qoyub elə nüş edirik biz. Yorumları oxuyurdum. Bir xanım dönə-dönə yazıb bu gülün, qadın xoşbəxtliyi gülündən bir də ana ürəyin gülünün baxımını istəyib. İndi biz belə yorumları nəzər yetirməsək, oxuyub, cavablandırmasaq həqiqətən bizə ayıb olar. Mən bütün izləyicilərimi başa düşürəm. Bəziləri üçün sıxıcı olsa da belə məlumatlar, amma bəziləri üçün çox dəyərli məlumatlar olur. Ümid edirəm ki, heç birinizi incitmədən bu məlumatları da vermiş olaram. Belə bacı, xanım sual veribdi ki, bu gül nə zaman açar, nə edirəm, açmır. Əslində, qadın xoşbəxtliyi gülü qönçəsini fevral ayında toplamağa başlayır. Bir də avqust ayından aça bilir, baxımını düzgün etdiyimizdə. Bu gülün bacı, qabını bir kiçik tutmalısan, bir də torpağını qarşımlı torpağa əkməlisən. Torpaq da ki, 1 litrə toruflu torpaq alırsan gül satılan yerlərdən. Yenə gül satılan yerdə yosun olur. Yosun da indi hər halda bilərsən. Biz ona mamır deyirik öz ləhcəmizdə, amma tam Azərbaycan dilində nə deyilir bilmirəm. Ağaçların üstündə olur, mamır deyirik biz ona. Onun qurusu odur. O da gül satılan yerlərdə olur. Onu alırsan, xırda-xırda doğrayıb torpağa qatırsan, bir su, içdiyimiz su stəkanınla biraz böyük olmalıdır. Bir də iri tanəli pərlit alırsan gül satılan yerlərdən. Onu da qatırsan torpağa. Bir də 3-4 yemək qaşığı əzilmiş, biraz da iri-iri qorsan, fındıq kimi olan qorsan, odun kömürü. Kömür çox önəmlidir. Həqiqətən bütün güllərin dibinə tökülməlidir. Çünki torpağa oksijen verir. Gülün kökü də o torpaqdan oksijen almalıdır. Ona görə bütün gül satan mağazalardan soruşun. Gül serasını, güllə məşğul olanlardan məlumat istəsəniz ala bilərsiniz, amma mütləq kömür tökülməlidir gülün torpağına. Tez-tez danışıram ki, heç kimi incitməyim, narahat etməyim. Belə uzun danışdıqca, valla bəziləri üçün xoş olmur, videodan tez çıxır, nə bilim, nəysə. Amma bacın məndən dönə-dönə istəyibdi deyə, mən yorumlarda da cavablamışdım qısa olaraq. Qısa görürəm ki, tam açıqlayıcı olmur, başa sala bilmirəm. Ona görə belə video vasitəsilə indi demək istəyirəm. Bir də 10 gündən bir, baxın bu cür, ılıq duş almalıdır. Ilıq, biz başımızı yuyuruq, əlimizi yandırmayan sudan bir tık açıqda, yəni belə soyuq da yox, ılıq olmalıdır. 10 gündən bir belə çimizdiririk, belə deyim, üzr istəyirəm hər birinizdən. Yarpaqlarını yuyub təmizləyirik. Yarpaqlarını hər gün su püskürdürük. Biraz nəmli ortamda tuturuq. Yəni nəmli ortamda deyəndə mən mətbəxdə tuturam. Bax, belə kuxniyada saxlayıram. Kuxniya həmişə nəmli olur. Buxarlanır yemək zat pişirdikcə. Bir də bol aydınlıq olan bir yerdə tutmalıyıq bacı. Bunu da göstərim. Bu gülüm, baxın, bunu da yarpaqlarını yumuşam. Amma bu gül, görsən, biraz nazikdir yarpağı. Çünki 2 viddir. Bunun neçə çeşidləri var. Bu fərqlidir. Belə bacı, bu dediklərimi etsən, bir də mən ara-ara videoların içində gübrələr də paylaşırım. O gübrələrdən də yararlanın, onunla qarışdırın, güllərinizin dibinə dökün. Yaxşı olar inşallah. Gülün də
bol-bol çiçək açar. Ana ürəyi də ki, əgər onu çöldə saxlayıbsansa, indi içəri ev ortamına alırsansa, o normaldır, o tökəcək. Ana ürəyi biraz nazlı bitkidir. O payız yarpaqlarını tökür, təzədən yenə yarpaqlar çıxardır. O belə pastayan üstündə yarpaq duran bir bitki deyil, bacı, ona narahat olma. Əgər çöpləri çox nazikdirsə, cılızdısa, yəni alsındırsa, onu budaya bilərsən. Bir qarış nəyi qoyun, bax belə torpaqdan kəsi ilə. Belə